biz inqilabi bir dönüş eləməliyik. Yəni bu belə deyək də addım-addım, pillə-pillə yox. 5 pillə, 10 pillə birdən keçə biləcək bir inqilabi dönüş eləməliyik. Məsələn? Ölkə iqtisadiyyatının real sektorunu tutmalıyıq. Onun onurğasını təşkil edən kiçik və orta biznesin inkişafı üçün biz buradan səhv eləmirəmsə keçən verilişlərin birində səsləndirdik. Təsəvvürə gətirin, biz son 7 ildə 500 milyard dollar ümumi məhsul, ümumi daxili məhsul istehsal etmişik. Onun 0,6% qədər həmən o iqtisadiyyata, yəni yarım trilyonluq iqtisadiyyata 3,4 milyard manat güzəştli kredit vermişik ki, hansı ki bu kredit belə deyək də bazarda iqtisadiyyatın inkişafı üçün, biznesin inkişafı üçün faizinin aşağı olması səbəbindən gerçək kredit hesab edilə bilər. Yəni güzəştli də əslində 4%, bəzən də 6%-dən verirlər onu. Heç güzəştli də deyil belə baxanda. Amma təbii ki 15, 18, 20%, 25% kreditlərin fonunda bu güzəştlidir. O cəmisi yarım trilyonluq iqtisadiyyatın yəni ümumi daxili məhsulun cəmisi 0,6% Yəni dənizdə bir damla. Damla. Yəni bu iqtisadiyyatda bir anlayış var. Mən bunu dəfələrlə demişəm. İqtisadiyyatda bir anlayış var. İqtisadiyyatın kredit tutumu anlayışı var. Kredit tutumu anlayışı. Bu göstərici elə ölkələr var ki, orada hətta ümumi daxili məhsulun həcmindən çoxdur. Yəni deyək ki, 1 trilyonluq ümumi daxili məhsul istehsal olunursa, 1,2 trilyon, 1,5 trilyon kredit yükü var bu iqtisadiyyatın. Bizdə bu göstərici 14, 15, 16% ötmür. Yəni biz bax bu məsələlərin üzərində düşünməliyik. Siz sahibkarsınız, bacarığınız var, ağlınız var, gözəl layihələr eləyə bilirsiniz. Amma pulunuz yoxdur. Yəni pulunuz yoxdur. Gəlin bir Azərbaycanda sahibkarları dindirək görək. Neçə sahibkar öz vəsaitini ortaya qoyub hər hansı bir layihəni gerçəkdən reallaşdıra bilər. Çox az sayda, barmaqla, bir əlin barmaqlarından da az demək sayda ola biləcək belə biz iş adamları tapa bilərik. Bəs qalan vəsait hardan tapmalıdır? İnsan və sahibkar iş adamı vəsait hardan tapmalıdır? Bunun mənbəyi olmalıdır. Bank nə üçündür? Bank kredit vermək üçündür. Amma bu kreditlər bir gün əl çatandırmı? Təbii ki, yox. 2%, 3% rentabiliyi olan kənd təsərrüfatına 25%-dən, 27%-dən hansısa bir bank öz səhifəsində utanmadan yazıb kredit təklif edirsə, bu bizi nə deməkdir? Bu ələ salmaq deməkdir. Yəni, burada rentabiliyi, bu adam əkir, becərir, bir mövsüm torpaqda belə deyək də can qoyur və orada 2-3% rentabiliyi qazanc əldə edəcək. Sən buna krediti 25-27% təklif edirsən. Yəni bu sadəcə olaraq ələ salmaqdır, gülməkdir də. Yəni belə olmaz. Yəni kommersiya banklarının içərisində belə banklar da var bizdə. Ki hə orada bir işarə qoyulsun ki, biz aqrar sektorda kredit veririk. Bu nə kreditdir? Yəni ora kredit verilməli deyil, ora dotasiya verilməlidir, ora subsidiya verilməlidir. Kredit yox, faizli kredit yox. Dotasiya, subsidiya verilməlidir. İndi o subsidiyalarla da bağlı bilirsiniz bizdə. Nə qədər subsidiyalar verilibdir, nə qədər əkin sahələri artıbdır, aqrar sektorda artım nə qədərdir? 6-7% əkin sahələri artıbdır, amma bütövlükdə ümumi məhsulun istehsalı aqrar sektorda 1,1%, 1,2% artıbdır. Yəni bilirsiniz, paradokslar var. Mövcud olan durumda, yəni iqtisadiyyatın mövcud olan durumunda, onun sahələrinin təbii ki, hər birini təhlil etmədən bu paradokslar bir tərəfə. Digər tərəfdən də qlobal yanaşanda dediyim kimi, bu iqtisadiyyatın maliyyə əlçatanlığını, bu biznesin maliyyə əlçatanlığı məsələsini biz bu ölkədə həll etməyincə, biz iqtisadiyyatın onurğa sütununu, ana sütununu təşkil edən kiçik və orta biznesin inkişafı haqqında söhbət edə bilməyəcəyik. Yəni, bilirsiniz, bu olduqca ciddi düşündürücü məsələdir. İndi deyək ki, bizim buna imkanımız var ya yoxdur. Niyə yoxdur? 72-73 milyard dollar, yəni bir illik ümumi daxili məhsulumuzun həcmi qədər bizim valyuta rezervlərimiz var. Nədən bunun bir qismini biz, bax, o dediyim sahənin, real sektorun inkişafına, qeyri-neft sektorunun inkişafına və onun əsas aparıcı qüvvəsi olan orta və kiçik biznesin inkişafına yönləndirmirik. Nədən ona qəpik quruş veririk də, belə deyək. Bu qəpik quruşla o səviyyə, düşündüyümüz səviyyə, gözləntilərə gəlib çatmaq mümkündürmü? Təbii ki, yox. Ona görə, bax, bu hissəni biz tənqid edirik. Biz Qarabağ zəfəri qazanmış bir ölkə, Qarabağ zəfəri qədər bir uğuru da iqtisadiyyatda qazanmaq şanslarına malikik bir gün. Yəni, mən bunu çəkinmədən efir vasitəsilə deyirəm. Gerçəkdən biz buna malikik və bu imkanlarımız, bu şanslarımız var. Sadəcə bu imkanları, bu şansları reallaşdırmağa, belə deyək də, üz tutmaq lazımdır, getmək lazımdır. Bunu bax, böyük bizim bir iqtisadi komandamız var da.
hökumətimiz var, prezident aparatında iqtisadi blok var, dövlət başçımızın iqtisadi məsələlər üzrə köməkçiləri var. Yəni bax, bunlar bu məsələləri qaldırıb qoymalıdırlar masa üzərində. Bu prezidentimizin milyon dənə problem həlli ilə məşğul olacaq bir məqamda olan bir insandır. Bu dünya çapında olan siyasi proseslərin həllində məşğul olan bir adamdır. Və bütün detalları o etməli deyil ki, iqtisadi komanda etməlidir və çıxardıb masanın üzərinə qoymalıdır və inandırmalıdır. Belə deyək də, hər şey yaxşıdır deməklə olmur ki. Hər şeyin yaxşılığını rəqəmlər, faktlar ortaya qoyur. Və ona görə bu hər şeyin yaxşı olmasını biz gerçəklərlə sübut eləməliyik. Bax, bugün neftin qiymətləri düşür. Nə gözləyirdik, nə olacaqdır? Büdcə gəlirlər itirəcəksə nə etməliyik? Deməli, büdcəyə yenidən baxılmalıdır. İki variant var. Ya yenidən büdcəyə baxıb neft fondundan əvvəlkindən daha çox vəsait götürüb yönləndirməliyik. Bu, belə deməkdə, bu ehtiyatın yeyilməsi, ehtiyatın sərf edilməsi deməkdir. Bu da ehtiyat nə qədər ola bilər ki, əgər neftin qiymətləri dünya bazarlarından düşübsə, demək, bunun davamı gəlməyəcəkdir. Bunu da 1 il, 2 il, 3 il yedin qurtardı. Sonra nə olacaqdır? Ona görə bunun mənbəyini yaratmaq lazımdır. O quyudan su qaynayıb çıxmalıdır. İqtisadiyyat özü elə bir vəziyyətə gəlib çatmalıdır ki, biz bugün ixracımızın heç olmasa birinci mərhələdə bir 50%-ni qeyri-neft sektorundan, qeyri-resurs iqtisadiyyatından ixracın hesabına bağlaya bilək. Bunu etsək birinci mərhələdə. Məni soruşsanız, deyəcəm, Hərləman xanım, biz birinci mərhələdə Qarabağ müharibəsində qazandığımız uğuru iqtisadiyyatda edə biləcəyimizin birinci mərhələsində, birinci etapında biz bunu etdik. Amma bugün 15-16%-ni bağlayırıqsa idxalın qeyri-neft sektorundan gələn valyuta gəlirlərinin hesabına bu çox azdır. Bu və çox təhlükəlidir. Çünki baxın, neftin qiymətlərinin ilkin proqnozlar onu göstərir ki, təxminən mən beynəlxalq müstəvidə o araşdırmaçıların, beynəlxalq maliyyə institutlarının da araşdırmalarına baxdım bura gəlməmişdən öncə, təxminən $50 civarında gəlib düşəcəkdir və hədəf budur. Yəni, $50 civarında. Bizdə isə büdcədə bir daha xatırladaq ki, bu $70 nəzərdə tutulub ki, biz belə düşünmüşük ki, bəli, dünyada neftin qiyməti 70. Deyim sizə, demək, bir variant dedim ki, yəni neft fondundan pul götürüb qoymaq. İkinci variantda başqa variant yoxdur. Büdcədən demək, xərcləri ortaya qoyub, onları kəsmək, doğramaq, çıxartmaq, azaltmaq. Yəni, əgər neft fondundan vəsait götürüb... Biraz da tamaşaçı üçün onu açaq. Yəni ki, büdcədən xərclər nəyə azaldacaq? Deyək ki, bizim büdcəmizin indi xərcləri hansı bir səviyyədə təsdiq olunub, 40 milyard manat ətrafında. Biz məcbur olub onu götürüb təhlil eləməliyik. Buradan nəyi çıxarda bilərik? Nəyə çıx, məsələn, nə çıxarıla bilər? Ailə büdcəsində, məsələn, deyək ki, ailə başçılarından biri iş yerini itirəndə... Məcbursan ki, boğazından kəsəsən, uşağın təhsilindən kəsəsən, əynindən kəsəsən, hər şeydən kəsəsən. Çox sadə, yəni çox sadə. Dövlət də ailədir, ailə də dövlətdir də, belə kiçik, böyük fərqləri var. Sizin bir ailə üzvü işini itirəndə məcbursunuz ki, demək, ikinci ailənin gəliri ilə, ailə üzvünün, ailə başçısının gəliri ilə ailəni yola verəsiniz. Yəni, bax, sadə, çox sadə, hörmətli tamaşaçılarımızın da başa düşəcəyi dildə. Yəni, nə qarın doyacaq, nə əynin təzə paltar doyacaq. Mən hesab etmirəm ki, sosial məsələlərə çox belə kəskin baxılacaqdır. Məsələn, Qarabağı biz bərpa edirik, milyardlarla vəsait xərcləyik, məcbur olacaq bunu dayandırmağa. Yəni, onu 4 milyard etməyəcəyik bir ildə, 1 milyard edəcəyik, 3 milyard məcbur olacaq ki, biz burada bunu edə bilmirik. Gəlirimiz yoxdur, mənbəyimiz yoxdur. Biz 4 milyard dolar xərcləmək büdcədə, öncəki büdcədə, yəni neftin bir barelinin qiyməti $70 götürüldüyü büdcədə nəzərdə tutulan o xərci, 4 milyard xərci, demək haradasa bir 75%, 80% azaltmalıyıq ki, vəziyyəti yola verə bilək.